Bəzən özümüzə baxırıq və deyirik: mən bu vəziyyətə necə düşdüm? Necə öz dəyərimi itirdim? Yoxsa ümumiyyətlə mən öz dəyərimi heç vaxt tapmamışdım. Bu problemin səbəbi tamamilə uşaqlıqdan irəli gəlir. Bizə özümüzə dəyər verməyi nə dərəcədə öyrədiblər? Sanki uşaq vaxtından susdurulmuşuq, bəzi fikirlərimizin üzərindən xətt çəkilib və özümüzü ifadə edə bilməmişik. Öz dəyər duyğumuzun pozulmasının tam kökündə isə sən buna layiq deyilsən, sən bunu bacarmazsan kimi sözlər dayanıb. Seanslar nəticəsində pasientlərlə ünsiyyət qurduğumuz zaman oradan çıxan ən böyük problemlərdən biri də budur. Valideynlərim tərəfindən heç vaxt dinlənilməmişəm. Hər zaman hisslərim, səslərim daxilimdə susdurulub. Bəs bu bizim gələcək həyatımıza nə kimi təsirlər qoyur? Təbii ki, bu gələcəkdə istər məktəb vaxtında, istər tələbə olduğumuzda, istərsə də şəxsi münasibətlər qurduğumuz zaman öz dəyər duyğumuzun itirilməyinə gətirib çıxardır. Və biz burada susuruq, danışmırıq, qarşı tərəfə fikirlərimizi bildirmirik. Əgər bu problemin həll yolunu tapa bilmirsinizsə, duyğularınızla qarışıq vəziyyətdə qalmısınızsa, o zaman mütəxəssis köməyinə müraciət etməyinizi tövsiyə edirəm.